Bu videoda az qala həyatımın ən böyük səhvini edirdim. Mənə gəlir ki, bu serumların qırılması bunu etməmək üçün işarə idi. Evdə mezorollerlə mezoterapiya etmək üçün bu serumları sifariş vermişdim. Video çəkəndə xoşbəxtlikdən bir neçəsi qırıldı. Necə deyirlər, nə olursa yaxşılığa doğru olur. Yolda serumların yaxşı rəyləri var idi. Bunlar Dermapen və mezorollerlə istifadəsi üçün nəzərdə tutulub. Bu serumların upakovkası mənə qəribə gəldi. Çünki üstündə serumların tərkibi qeyd olunmamışdı. Ampulaların üzərində Made in Germany yazılmışdı. Ancaq korobkanın üstündə Made in Turkey yazılmışdı. Bu uyğunsuzluq da məndə şübhələr doğurdu. Bu serumlar mezoroller üçün nəzərdə tutulubsa, deməli qanla da kontaktda olacaqlar. Bu ciddi prosedurdur, ona görə mütləq korobkada tərkibi yazılmalıdır. Ona görə mən risk eləmədim və kosmetoloqum Sara Novruzovun yanına gəldim. O dərim üçün bu kollagen tərkibli güclü lifting kokteyl preparatı tövsiyə etdi. Bu preparat dərini dərindən cavanlaşdırır, kollagen sintezini artıraraq dərinin sıxlığını, elastikliyini artırır, hüceyrə səviyyəsində lifting verir, qırış və məsamələri azaldır, dəri daha canlı və parlaq görünür. Həm də ki, bu gialuron tərkibli preparatla Sara xanım üzümdəki asimetriyanı və yorğunluğu götürdü. Üzdə çox dolğu sevmirəm və bilirəm ki, Sara xanım da təbiiliyin tərəfdarıdır və xüsusi texnikası ilə cəmi 1 ml dolğunu üzü cavan göstərən nöqtələrə ancaq vurdu. Prosedurdan dərhal sonra üzümdəki dəyişiklikləri gördüm, daha cavan və fresh görsənir üzüm. Ona görə evdə üzünüzdə eksperimentlər aparmayın, üzünüzü professionallara həvalə edin. Sara xanımın səhifəsini isə aşağıda qeyd edəcəm.